Uşaqlar, hər vaxtınız xeyir. Bildiyiniz kimi bugün 15 Mart imtahanı baş tutdu. İmtahan çıxan hər bir şagirdi təbrik eləyirəm, nəticənizdən asılı olmayaraq. Gəlin bir-bir sualların izahına baxaq və siz şərhlərdə qeyd edərsiniz kimin nəticəsi nə qədər oldu və nə düşünürsünüz. 9 Martda olan imtahan və 15 Martda olan imtahan arasındakı sual səviyyələrində fərq hiss etdinizmi? Kanalıma abunə olsanız çox sevinərəm. Getdik. Listening hələ əlimizdə deyildi. 7. İlk öncə qrammatikadan başlayırıq. Deməli, want 3-cü qrup feildir uşaqlar. Bu complex objectlə bağlı olan sualdır və complex objectdə biz öyrənmişik ki 3 qrup feil var. Birinci qrup feil hansı let, make, hansı ki özündən sonra to və ing gətirmir. İkinci qrup feillər see, notice, observe, watch, feel, hear. Bunlar isə özündən sonra ya ing'li feil gətirir ya da çılpaq məstər gətirir, yəni toolsuz feil gətirir. Üçüncü qrup feillər isə onlardan biri də want'dur. Əslində 1 və 2-ni əzbər bilsəniz, 3-cü qrup feili əzbərləməyə ehtiyacımız yoxdur. Deməli, 3-cü qrup feili özündən sonra to gətirir. Burada isə düzgün cavab A variantıdır. 8. Complete the sentence, cümlə tamamlama. Cümlə tamamlamada biz öyrənmişik ki, burada söz sırası, baxın bunlar, bura qədər mən sizin olsam belə xət çəkərəm. Məsələn, burada how many, what time və how long. Bunlar bizim bağlayıcı sözlər kimi düşünə bilərsiniz bunları və özündən sonra köməkçi feil gələnlər yanlışdır. Məsələn, did gəlməz, be getdi. Daha sonra baxın, burada deməli how many beaches sual sözüdür və what time burada heç. Daha sonra D bəninə çıxıram, köməkçi feil gəlməz, ye getdi. Will köməkçi feil gəlməz. C bəninə çıxıram, are köməkçi feil gəlməz. Cavab oldu A variantı. 9-da. Əgər siz ümumi bunu başa düşməsə, məsələn, personal qualities tərcümə edə bilmirsinizsə uşaqlar, baxırsınız ki, burada good sözü var, yaxşı. Hansı söz pozitiv, yəni yaxşı mənadadır. Məsələn, kind, mərhəmətli, mehriban deməkdir. Bunu götürürəm. Gentle isə nəzakətli deməkdir. Gentleman, nəzakətli adam, yəni. Onda bizim burada da düzgün cavabımız 1, 2. Greedy olur, simic. Rude isə kobud deməkdir. Ona görə 3 ilə 4-ü mən çıxıram. Düzgün cavab olur D variantı. Onda yesterday Alex nə soruşur məndən? Tense form, zaman formaları. Yesterday dünən deməkdir. Hansı zamandadır? Keçmiş, sadə zaman. Keçmiş, sadə zamanda feillər 2 cür düzəlirdi. 1. Qaydalı feillər idi və di ilə. İkinci isə kökündən dəyişməklə və ya içindən bir hərf dəyişməklə ya da olduğu kimi qalmaqla. İndi burada deməli feilin ikinci forması broke götürürük. Broken 3-cü formadır. Biz broken'ı o zaman istifadə edirik ki, have, has, had, üstə gəl feilin 3-cü formasını istifadə etsək, o zaman düz olardı. 11. The salesman had a lot of antique carpet. İndi mən baxıram burada nəyə uşaqlar? Diqqətli olun. Burada çaşmırıq. Burada fikir verirəm ki, bura qədər cümlə bitir və daha sonra and a month later və bir ay sonra nəsə baş veribdir. Burada mübtəda və xəbər ayrıdır. Burada bizim xəbərimiz budur. Were cəmdə olan xəbərdir, düzdür? Onda mən diqqətli olmalıyam burada. Deməli, burada mən diqqətli olmalıyam nə üçün? Əgər were cəmdədirsə, demək istəyir ki, məsələn, onların bəziləri, onların hamısı, onun hamısı, onun bəziləri demək olmur, düzdür? Biz buradakı təkləri çıxmalıyıq 1 ilə 4-ü. 2 ilə 3 C variantını götürürük. 12. My daughter is very, deməli, biz sifəti öyrənəndə öyrənmişik ki, adi dərəcədə olan sifətin göstəriciləri nələrdir? Lap başda gəlir to, very, so, such, quite, rather, enough. Uşaqlar, bunları əzbərləsəz o qədər asan olacaq sizə. Və daha sonra as, not so as, not so as və not as. Onda mən burada nə etməliyəm? Baxıram to, very, so, such, quite, rather, enough. Əsas sözlər bunlarımızdır. İndi baxıram, very burada adi dərəcədir. Adi dərəcədə most olmur. Əlavə olaraq biz bura as artırmırıq. More olmur, most olmur. Cavab olur D bəndi. Keçirəm
13-cü suala. Deməli, 13-də məndən nəyi soruşur uşaqlar? Burada as it was to have. Ümumiyyətlə, conjunctionda adətən biz tərcüməyə üst tuturuq. Deyir ki, çünki o ağır idi. Ağır olduğuna görə sizcə bu qutunu qaldıra bilib, yoxsa qaldıra bilməyibdi? Qaldıra bilməyib, düzdür? A bəndi getdi. To be able to. Bax, burada to olmalıydı. Ought-un to'su olmalıdır. Was able-ın to'su olmalıdır. Y bəndi getdi. Hadn't to, haven't to, hasn't to deyilən modal feil yoxdur cavab. C bəndi. I couldn't leave the box. Make-up sentences'dən də düşünürəm, elə çətin bir cümlə deyil əslində. Deməli, baxırıq burada. Qeyd olunub ki, books, kitablar, are of people, the life in very important. Yəni, demək istəyir ki, burada kitablar insan həyatında çox vacibdir. Kitablar oldu mübtədamız. 2 ilə başlasaq əgər B, C, D-ni çıxırıq. Xəbərimiz gələcək. Are. Nədirlər? Vacibdirlər. 2, 1, 7. Cavab artıq ortaya çıxdı. Sonra 6 gəlməlidir. Books are very important. Harda? In. Sonra gəlir the life. Gəlin yazaq bunu. In the life of 4 people. Of'un mənası nədir? In. Yəni insanların həyatında. 15-ə baxırıq. The little girl is pleased. Uşaqlar, to be pleased prepositionlarda. Demək, to be pleased istifadə olunur with ilə. To be pleased with. Nə iləsə məmnun olmaq. With'lər gəlir. Daha sonra which was bought her. Hansı ki alındı. Was bought məchul növdədir. Alındı. Onun üçün. For her. C bəndi. 16-da. Deməli, all people stop fighting with another. The world will be much better place. Dünya daha yaxşı yer olacaq. İnsanlar bir-biri ilə dalaşmağı və ya döyüşməyi buraxsalar və ya insanlar döyüşməyi dayandırsalar, nə zaman ki dayandıracaqlar bu formada, onda biz götürürük when. Nə zaman ki insanlar bir-biri ilə dalaşmağı dayandırır, onda dünya daha yaxşı yer olacaq. 17. Baxırıq burada. Həm isim, həm də kəmiyyət bildirən sözlərdir. İndi baxırıq burada glasses cəmdədir və E artiklının mənası 1-dir. 1 və S olmaz. 2 getdi. A, C, D bəndi getdi. 3-də two onsuz cəmdədir. Düzdür? Kilo olar, yoxsa kilos olar. 3 ona görə yanlışdır. Yerdə qalır 1. A cup of tea və a bar of chocolate. 18. Was the train 2 hours late? Uşaqlar, which-dən sonra isim gəlir. Ona görə A bəndinə çıxıram. Y getdi. Whose-dan sonra isim gəlməlidir. Daha sonra baxıram buradan nəyə? Deyir ki, qatar 2 saat gecikmişdi. Yəni to be late gecikmə ifadəsidir. Qatar gecikmişdi 2 saat. Kim qatar gecikmişdi demirik. Nə idi qatar gecikmişdi demirik. Cavab B bəndidir. Why was the train late? Niyə görə qatar gecikmişdi? Uşaqlar, baxın, burada əgər cümlənin sonunda for olsaydı, əvvəlində what olsa düz olacaqdı. What for nə üçün anlamına gəlir? Nə üçün gecikdi? Niyə görə gecikdi bu formada? 19-da Chinese is one of most language. Deməli, most'u biz öyrənmişik ki, özündən sonra sifət gəlsə, qarşısında mütləq Z gəlməlidir. İsim gəlsə olmaz. Məsələn, most people, yəni əksər insanlar. O zaman biz Z artiklı qoymayacaq. İkinci tərəfdə world, dünya deməkdir. Yəni, vahidlik bildirir. World, sky, moon, yəni göydəki aydan söhbət gedir. Nəyi bildirir bu? Vahidlik bildirir deyə burada Z artiklı qoymalıyıq. Hər iki tərəfdə Z olan C bəndindədir. Məchul növü soruşur bizdən. Deməli, biz demişik tamamlığı gətirib mübtəda eləyirik. The new rules olmalıdır. Belə bir qaydamız vardır. Cümlə ilə başlayıb cavab ondan başlamaz. A getdi. D bəndi getdi. Cümlədə həz üstə gəl idi varsa, mənə cavabım elə həz üstə gəl. Feilin 3-cü forması olmalıdır. B getdi, həz yoxdur. İndi baxıram, uşaqlar, məntiqlə baxırsınız, rules cəmdədir, həzlə işlənər, həvlə işlənər. Cavab olacaq Y bəndi. 21-də opposite soruşur. Opposite və ya antonim.
Əks mənalı sözlər deməkdir. Əks mənalı sözlər. İlk öncə baxırıq bir də. Defend, müdafiə etmək, attack, hücum etmək. 1. 2-də liberate, free, hər ikisi azad etməkdir. İkiləri çıxırıq, A getdi, Y bəndi getdi. Fail, succeed, fail uğursuzluğa düçar olmaq, succeed uğurlu olmaq. 3. Reject, refuse, hər ikisi rədd etmək deməkdir. 4-ləri də çıxdım. Destroy, dağıtmaq, build, tikmək. Cavab oldu D bəndi. Daha sonra butter was used. İndi mən baxıram burada ilk öncə butter təkdədir və sayılmır. Ona görə də few menini çıxıram. Bunlar özündən sonra cəm isim tələb edir. A lot isə ismin işlənməsi üçün yanında nə gərəkir? Of lazımdır. Cavab olur D variantı. Uşaqlar, siz indi qeyd eləyin görüm. Sizcə sualların səviyyəsi necə idi? Neçə düz yaza bildiniz qrammatikadan? Mətnin izahını istəyirsinizsə qeyd edərsiniz. Mətnin də izahını çəkərəm. Növbəti bir videoda görüşənədək. Kanalımı izləməyi, videoları bəyənməyi unutmayın. Təşəkkür edirəm.